Xoş gəlmisiniz bizim bu qədim Cürət kəndinə. Bizim bugünkü yığışmağımızın səbəbi İməclik adı ilə biz başlamışıq. Bizim qədim hamamımız olan Məşədi Məcid hamamındayıq. Bütün bugünkü qəsəbə sakinləri, Corat kənd sakinləri, ağsaqqallarımız, cavanlarımız bu günləri burada əllərindən gələni eləyiblər. Və bir məlumatı da deyim ki, bizim Bakı kəndlər qrupumuz ki var, o qrupun fəalları bugün bütün Bakı kəndlərindən burada iştirak edirlər. Hər birinə təşəkkür edirəm. Bu gördüyünüz quyu ki var, o quyu, bu quyudan kükürtlü su çıxırdı. Bu kükürtlü suyu çox müalicəvi bir su idi. Bu kənddə mən ağsaqqallardan eşitmişəm, mən özüm də bu sudan istifadə eləmişəm 2005-ci ilə qədər. Bu suda çimən adama qoturluq tutmurdu. Bu kükürtlü müalicəvi su idi ki, dəri zöhrəvi xəstəliyi bizim kənddə heç vaxtı olmayıb. Həmçinin də bu suya qızıl salındıqda o öz tərkibində mis, dəmir var idisə dərhal üzə çıxartırdı. Bu müalicəvi suyumuz, indi təəssüflər olsun ki, quyumuz o vəziyyətdədir. İnşallah gələn iməcliklərdə niyyətimiz odur ki, o quyuya da bir əncam çəkək. Bu gördüyünüz yer indiki dildə desək qazanxanası idi. Burada sular qızdırılırdı, oradan ötürülürdü hamama. İçəriyə soyuq su, isti su xəzinələri burada yerləşirdi. Bu hamamın çöl görünüşüdür. İnşallah bu hamam haqqında Wikipediyada da bir çox məlumatlarımız var. 16-cı əsrə söykənir buranın tarixi. 2005-ci ilə qədər bu hamam fəaliyyət göstərib. Təəssüflər olsun ki, 2005-ci ildən sonra bunun sanitar qovşağı deyək, kanalizasiya sistemi ki dağıldığına görə bu fəaliyyətini dayandırdı və o gün bugün bu hamam fəaliyyət göstərmir. Biz bugünkü gündə buranın hamam kimi fəaliyyətini də heç istəmirik. Biz sadəcə istəyimiz odur ki, bu tarixi abidələr, 16-cı əsrə aid olan abidə, 17-ci əsrə aid olan Hacı Əmrullah bəy hamamı, Hicri qəməri 409-cu ildə inşa olunmuş Corat Cümə məscidi və 18-ci əsrdə inşa olunmuş Kərbəlayı Gülxatın məscidi. Bu 4 tarixi abidələrimiz təəssüflər olsun ki, Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin qorunması siyahısına daxil deyil. Biz dəfələrlə müraciət etsək də bizə hələ də növbədəsiz cavabı verilir və mən çox təəssüfsüz kəs edirəm. Çünki bizim kənd çox qədim kənddir. Və bu kəndin qədimliyini sübut eləyən əlimizdə olan bu 4 abidədir. Ondan qabaq bizim 2 dənə də məscidimiz olub. Hacı Hümbət bəy, Hacı Kiçik bəy məscidləri olub ki, 1937-ci ildə onlar sökülüb. 7 karvansarası olub bu kəndin. Təəssüflər olsun ki, bugünkü gündə o karvansaralardan heç bir əsər əlamət qalmayıb. Bildiyiniz kimi 1949-cu ildə Sumqayıt şəhər salındıqdan sonra Coratın bütün ərazisi, əkin, yataq sahələri hamısı Sumqayıtın nəzdinə verildi. Ondan sonra bizim kənd statusundan çıxdı, qəsəbə adı verildi və bu qəsəbədə təəssüflər olsun ki, tarixi abidələrimiz qeydiyyata alınmadı. Nə səbəbdən onu da bilmirik. Yenə dediyim kimi dəfələrlə müraciət eləmişik, amma müraciətimizdə cavab budur ki, növbədəsiz. Biz xahiş edirik ki, Mədəniyyət Nazirliyi tərəfindən, bu aidiyyatı qurumlar tərəfindən gəlsinlər, bura baxsınlar, buranı qeydiyyata götürsünlər, bura bir sənəd verilsin ki, bu abidələr həqiqətən də tarixi abidələrdir və ondan sonra da inşallah qismət olar, təmir bərpasını da həyata keçirdərik. Dövlət tərəfindən də dəstək olunar bizə, kənd cəmaatı da dəstəkdir. Əlimizdən gələn nədirsə biz eləməyə hazırıq və bizim əlimizdən bugün bu gəlir ki, təmizliyini heç olmasa, təmizliyini bərpa eləyək, uçulub sökülən yerlərinə əl gəzdirək. Yəni görsünlər ki, biz bu abidələrimizdən imtina eləməmişik. Biz əksinə istəyirik ki, bu tarixi abidələrimiz dediyim kimi qeydiyyata düşsün. Çünki bu bizim mədəni irsimizdir. Bizim tariximizi sübut eləyən 4 abidədir və o abidələrə sahib çıxaq. Bu hamam, o hamamın giriş hissəsidir. Giriş hissəsində gördüyünüz kimi bura soyunub geyinmə otağı idi. Burada soyuq hövzə ki var, bu hövzə bütün qədim hamamlarda nəzər eləsəz, bütün qədim hamamlarda bu soyuq hövzə var. Onun da məqsəd nə idi soyuq hövzədə? İmam Sadiq əleyhissalamdan hədis var ki, isti hamamdan çıxandan sonra əyağınıza soyuq su tökün.
Bu min bir dərdin dərmanıdır. Bu İmam Sadiq Əleyhisselamdan hədisdir. Nəzər eləsəz, bütün Bakı kəndlərində, bütün qədimi hamamlarda bu soyuq hövzə var. Çünki o qədər isti olurdu ki, bu hamam. Yəni isti hamamdan çıxarkən ayağınıza soyuq su tökün deyildiyi bir ona hazır sübutumuz odur. Hövzəsi. Burada deyim kimi, yəni geyinib soyunulan odaydı. Ondan sonraki otaqlarımız ki var, gəlin onları da çəkək. Ya Allah. Bura isə hamamın özüdür. Burada iki su xəzinəmiz vardı. İsti su xəzinəsi və soyuq su xəzinəsi. Bayaq dediyim kimi, çöldə ki o qazanxana ki vardı, orada yandırırdı. Bunun altından tunel xəttidir də, belə deyək, o baca deyirik biz. O baca bax buradan keçirdi. Və burada indiki müasir dildə desək Toplipol ki var. O bizim kənddə 16-cı əsrdə olub. O istilik ki, indi əldə edirlər müasir texnologiya ilə, bizim kənddə bu qədimidən olub, 16-cı əsrdə olub. Yəni, bu dayandığımız yer ki vardı, burada yəni, mümkün deyildi oturmaq istidən. O qədər isti olardı ki, burada yenə dediyim kimi, bura həm şəfalı bir su idi ki, burada bayaq dediyim kimi dəri zöhrəvi xəstəlikləri mümkün deyildi ki, coratda olsun, kükürtlüsü olduğuna görə. Həmçinin də bu hamama girən, yəni şəfa tapıb çıxırdı. O qədər bura belə bir qeyri-adi, maraqlı bir hamam idi ki, Allah onlara rəhmət eləsin, tikib qoyublar bizi üçün. 2005-ci ilə qədər də bu hamamlar fəaliyyət göstərib, bu hamam. O birisi hamam isə biraz bundan qabaq dayanıb. Yenə də biz ancaq təəssüflənə bilirik. Təəssüflənə bilirik ki, niyə bu günə qaldı, niyə bunların qapısı bağlandı və niyə də qeydiyyata alınmayıb. Xahişimiz, istəyimiz, tərəqqimiz budur ki, Mədəniyyət Nazirliyi tərəfindən bir daha səslənirəm. Çağırış eləyirəm, xahiş eləyirəm, gəlsinlər bizim bu kəndin 4 tarixi abidəsini qeydiyyata götürsünlər. Çünki bizim dediyim kimi kəndimiz çox qədim kənddir. İnşallah ki, səsimizə səs verərlər. Bir daha sizin vasitənizlə bu iməclikdə iştirak edən hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram. Ya Allah.